DLS 2026'da çox vaxtdır video çəkmirəm. Bugün sizinlə önemli bir məlumat paylaşacağım. Bir dənə buradan ödül alaq. Hamı bildiyi kimi artıq 14 efsanevi, yəni bunlar gəlibdir. Yəni bu təmsilçilər gəlibdir. Team of 2025 bu oyuncular gəlibdir. Baxın gördüyünüz kimi hamısı burada. Amma bu oyuncuları hamı bildiyi kimi buradan açırıq. Məsələn, məndə 9,5% yəni şansım var. Yəni mən burada bunu efsanevi, yəni nə deyim, elmasla açmıram. Mən bunu əgər elmasla açsam, yəni olan mən olacaq. Yəni 654 elmasım var. Yəni mən istəmirəm elmasla açam. Yəni sizə də tavsiyəm var ki, video ona görə çəkirəm ki, heç vaxtı bu oyuncuları elmasla açmayın. Düzdür, bəlkə birinizin 20.000 elması var. Yəni çoxdur da, pul vurub oynuyorsunuz. Hə, o ola bilər. Amma yəni özünüz əziyyətlə yığsız bir çaya, məsələn 1000, deyək ki 1246 elmas yığdınız. Onu da xərcləyəsiniz buna. O da ona gedir. Yəni məndən demək. Efsanevi oyun, məsələn bunu oynuyorsunuz dostlar. Baxın, ocaq tabağını oynuyorsunuz. Oradan sizə bu efsanevi ajan verir. Açsız, gəlmədi. Yəni məcbur deyir ki, elmas vurasınız. Yəni o çox elması olanlar vura bilər. Yəni mən sizə bunu demək istəyirəm. Bir də ki, bir şey var ki dostlar. Baxın, bunun qurtarmağına 28 gün var. Bir dəfə yayda gəlmişdi bizə, DLS-yə bir dənə oyun gəlmişdi. Oyuncular daha doğrusu. İçində Messi var, 88'dir. Yəni orada o şampiyonlarda gördünüz, o şampiyonlar qutarandan sonra yavaş-yavaş burada bax belə yerlərdə bax belə bir şey gəldi, qrafik. Onun içində həmin o şampiyonlar gəlmişdi. Mən elmasdan açdım. Gəldi mənə Di Maria. Yəni onu gözləyin dostlar. Yəni elması ona xərcləyin, yoxsa gəlib buradan atdınız, gəldi gəlmədi. Vallahi eləsin görmüşəm ki, bax nə qədər əziyyət çəkir, qonaqlanmanı gücləndirir, sonra gəlir, bax buraları doldurur, sonra gəlir bura, yəni yedəklər hamısını doldurur dostlar. Ondan sonra başlayır açmağa, heç ona da 2-3 gəlir. Yəni mən o YouTube'lər görmüşəm, yəni paylaşdıqlarını. Amma məndən sizə demək dostlar, gözləyin hələ. Qoy bu qutarsın. Yəni sizə dediyim əsas budur. İndi sizə bunu başa salacağım. Dostlar, bunu oynadınız, hardansa bir efsanevi ajan aldınız. Açın, gəldi, gəlmədi. Bu 28 günü var. Qoy bu 28 gün qutarandan sonra dostlar. Mənə elə gəlir ki, bax belə bir qrafik gələcək. Bu qrafikin içində bax bu məcbur bu oyunculardan salacaqlar. Açsan, məsələn sənə gəldi Yamal, yaxud da ki Gabriel. Alsan. Yəni məndən sizə deməyim bu idi ki, yəni elmasınızı boş-boşuna xərcləməyin. Bu hilədir. İstəyirlər ki, bizim elmasımız getsin. Yəni biz günə çürükdə, yəni əziyyətlə yığdığımız elmas gedir. Bəli dostlar, dediyim söz bundan ibarətdir. Yəni demək istəyirəm ki, elmasınızı xərcləməyin, gözləyin, belə bir qrafik gələcək. Bu qrafik içində 1-2 dənə efsanevi oyuncu, 1-2 dənə də ki Team of Start oyuncuları. Elmasınızı basın, yəni gələcək. Mənə bir dəfə bu belə qrafik gəlmişdi. İçində 1-2 oyuncu var idi, Dembele, Rafinha. 2 dənə də ki, məsələn Di Maria'nın bir dənə oyuncusu var idi, Bratello, hə, o gəlmişdi. Mən açdım, mənə Di Maria gəldi, 83'dü. Yəni 700 neçə elması. Yəni mən demək istəyirəm ki, buna basıb neçə dənə oyuncu gözləməkdənsə, yəni məndən sizə demək gözləyin. Yəni elmasınızı xərcləməyin, qızınızı xərcləməksiniz, xərcləyin, amma yəni elmasınızı demək istəyirəm ki, xərcləməyin. Valla əziyyətlə yığdığınız elmasınızı niyə xərcləyirsiniz? Sağ olun dostlar, kanala abunə ol və like atmağı unutmayın. Əgər mən özüm də ajan alsam, özüm bu ajanı açacağım, sizə göstərəcəm görüm hansı oyuncu gəlir. Məndə hələ ki 9,5%'dir. Hə, nəsə, deməyim bundan ibarət idi. Sağ olun, kanala abunə olmağı unutmayın dostlar, sağ olun.